Nəsibə nənə neçə yaşınız var? 80. 80. Allah ömür versin sizə, uzun ömür versin. Sağ ol sen. Neçə evladınız var? Bu haqqında bizə danış, nəvələriniz, 5 nəticələriniz. evladım var. 4 oğlan değil, biri kız. 7 tane de neticem var. 10 tane de evim var. Əziyyətliydik. Hamısı əldə istifadə olurdu. Nehrə deyə özüm çalışırdım. Tostu çıxıb banda bastırır, çıxırdı banda yatırdı, kürt düşürdü balası yerə. Gedirdim kolxoza. Kər arabasına minmişəm. Şöyle getmişəm, kolxoza işləmişəm. İşləmişəm kolxoza. Ondaydı da belə. Bərəkət ondaydı, nehrə yağında. Kərə yağın yiyirdik, xəstələnmirdik. İndi hamısı yağlar insanları tələf edir, zayi edir. İndi o vaxtı dövrlə indi dövr bir diyor. O vaxtı dövrə qurban olun. İndi hamısı şeydir, kimyadır. İnsanlara da ziyan edir. Nehrə çalxamışam, mal sağmışam, qamış saxlamışam. Əziyyət çəkmişəm, kolxoza getmişəm, kər arabasına minmişəm. İndi də belə də yaşamışam, yaşadan Allah. Saxlayırdı, biz saxlamırdıq. İndi heç əlimizdə saxlaya bilmirik daba dərmanla. Özü bastırır, özü gedir, bastırırdı. O vaxtı soğuklar, ağacın dibində atırdım o macı, tapırdım. Ağacın dibində. İndi o dövrünə bu dövrdə çox tapıqlar var. Çox iyi bala mən. Gene mən baxıram indiki cahillara, onlardan biraz mən hünərliyəm. Onlar bilmirəm, yaxşı yemirlər, nədir? Mən o vaxtından qalıb Nikolay yağı. Nikolay yağı. Baxıram indikilərə, görürəm yox. Mən bu həyətimdə bir tutlar var idi, bir meyvələr var idi. Su qurutdu. Yaxşı dolanmışım, şükür Allaha. Yaxşı olub. Mən hər meyvə var, hər armuddan calatmışam, özüm calatmışam. Hər meyvə, hər üzüm, hamısı var, meyvə. Özüm, mən oğlum Ruskətdə olur, özüm eləmişəm, hamısını. Bu bağı özüm salmışam. Gəl düzdür, oğlum peyin gətirir, torpaq gətirir. Amma öz zəhmətim, əlim, dayanmamışam, işləmişəm. Dayanmamışam, bala, işləmişəm. İşləmək elə adamı yaşadır. İşləmək insanı yaşadır. Bu da əziyyət çəksin, elə də yaxşı olur. İşləmək yaşadır insanı. İdmandır da işləmək. İşləmək idmandır. Evet, mən çox işləmişəm. Osmamışam aşağı. Elə bilmişəm ki, işləyim. Bu şeyi qurum yaradım. Allahın köməkliyi ilə də eləmişəm. Olsaydım, mən yataq xəstəsi olardım. Evimizdeydim. Çörək yapırdım, anam xəstəydi. Minirdim, kolxoz maşınıma gedirdim çörək. Çox əziyyətlər görmüşəm mən. Da zəhmətkeş olmuşam. Mal sağırdım, çalxıyırdım, kolxoza gedirdim, nehrə çalxıyırdım, paltar əlimlə yuyurdum. Onda para çox işlətmirdik. Amma sabunla yuyurduq. Gecə görürdük, işi gündüz kolxoza gedirdim. Əziyyət çəksin, hər şey olur. Hamısını torpaq ustasım olmur. Torpaq deyə əzməni, əzizliyim səni. Gərək ağacı əkdin qulluq eləyəsən. Şoranlıq varsa da insan özü də o təmizə çarda bilir. 50 meyvədən var mənim qapımda. 50 meyvə. Və o armudların hamısını deyib, bunlar təzə calaqdır. Deyirlər, ikisi daş armuddur, şez armuddur. Hamısını calatmışam. Olur, əziyyət çəksin, hər şey olur. Şez armud, onunla məndə çoxdur. Şez armud. O da Göycə Sultan alçadı o üzərini. Göycə Sultan aldı. Cır alçaları, calatmışam, oğlu peyvan da alça. Peyvan, Göycə Sultan, peyvan, hamısı da yeməli alçalar, calatmışam. Cır alçaları idi. Əziyyət çəksin, hər şey olur. Yemişik, əkirəm yesinlər. 14 nəvəm. Bir dedi. 14 nəvəm var. 10 dənə nəticəm. 12 nəticə. Bu meyvələr də onlar üçün əymişəm. Gələndə yesinlər. Onlar həyatında 2 dənə ağacı yoxdur. Eləməyib olmayıb. Əziyyət çəksin, hər şey olur. Əvvəl buraya köynə ağaçlar olur. Çıxartmışıq, yerinə cavan ağaçlar əkmişik.
Cavan ağaçlarda calatmışıq bu cürə. Məsləhətim odur ki, işləsinlər, əksinlər, biçsinlər. Əkən, biçləyən adam ac qalmaz. İşləyən adam ac qalmaz. Cavanlara məsləhətim oldu.